Böyük demokrat Əbülfəz Elçibəy. Bu gün sizlərlə birlikdə Əbülfəz Elçibəyin həyatını öyrənəcəyik. Əbülfəz Elçibəy 24 iyun 1938-ci ildə Ordubad rayonunun Kələki kəndində anadan oldu. Və o 7 illik Unuzkənd məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbində təhsilini davam etdirdi və 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyasının şöbəsinə daxil oldu. Buranı bitirdikdən sonra 1962-ci ildə təyinatla SSR Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işlədi. 63-cü ilin yanvar ayında isə Misir Ərəb Respublikasına göndərilən Elçibəy 64-cü ilin oktyabrına kimi Asuan bəndinin tikintisinə tərcüməçi kimi çalışdı. 1975-ci ilin yanvarında Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi onu tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaq adı ilə həbs edir və 17 iyul 1976-cı ilədək siyasi dustaq olaraq azadlıqdan məhrum edilir və əl əsası ilə Qaradağ daş karxanasında ağır fiziki işlərə məhkum edilir daha doğrusu. Elçibəy həbsdən buraxıldıqdan sonra bir müddət işsiz qalır. 1976-cı ilin dekabrında isə Azərbaycan Əlyazmalar İnstitutunda kiçik elmi işçi kimi elmi fəaliyyətə başlayır. Sonralar isə böyük elmi işçi şöbə müdiri kimi yüksək vəzifələrə qədər yüksəlir. Əbülfəz Elçibəy ilə tələbəlik illərində mübarizələr aparır. Sovet rejiminin müstəmləkə siyasətinə qarşı gizli tələbə dərnəkləri yaradır və azadlıq ideyalarını geniş şəkildə yayır. O bütöv Azərbaycan ideyasını da dönmədən təbliğ edir, qorxmur, çəkinmir, bir mübarizə aparır, əqidəsindən şaşmır. O 75-ci ildə həbs olunsa da, ağır fiziki işlərə məhrum edilsə də yolundan dönmür və 88-ci ildə Azərbaycan Milli Azadlıq Hərəkatı başlayanda məhz Elçibəy başlayan hərəkatın öndərlərindən biri olur. Azərbaycan Xalq Cəbhəsinin yaradılması, Əbülfəz Elçibəy və onun bir sıra silahdaşları sayəsində və xalqımızın amansız mübarizəsi sayəsində 18 oktyabr 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa edir. Rəsulzadənin dediyi kimi, bir kərə yüksələn bayraq bir daha enməz. Və Azərbaycan müstəqilliyini bərpa edəndən sonra Azərbaycanın prezidenti Ayaz Mütəllibov olur. 7 iyun 1992-ci ildə Azərbaycanda ilk və son dəfə demokratik seçki olur və demokratik seçkinin qalibi isə Əbülfəz Elçibəy olur.